Cadu olunmuş şəxslərin əlamətləri. Hər hansı bir şəxs bilmək istəyirsə ki, ona cadu olunub ya yox, sadalayacağım əlamətləri onda varsa, bilin ki, onun cadusu, tilsimi vardır. Nəzərə çatdırım ki, hər hansı bir şəxsə cadu olunarkən ən çox istifadə olunur o şəxsin adından, ana adından, təvəllüdündən, şəklindən, saçından, dırnağından, əli dəymiş, toxunduğu hər hansı bir əşyasından uğurlanıb istifadələr olunur. Cadu olunmuş şəxslərdəki əsas əlamətlər bunlardır. Özünü yaşından çox yaşlı hiss etmək, hər zaman yorğun, 20 yaşı varsa özünü 40-50 yaşlı şəxs kimi hiss etmək. Maraqlı tərəflərdən budur ki, cadu olunmuş insanlar Allah evlərə, məscidlərə girməkdən yan keçərlər. Hətta onlar özünün ən yaxın adamları ilə yola getmir, ailə üzvlərinin şirin sözlərini acı, acı sözlərini şirin qəbul edir. Çox maraqlı tərəflərdən biri də oldu ki, cadu olunmuş şəxslərdə ailə qurmaq işində gecikmələr. Başqa bir əlaməti də budur ki, halal bir yolla ailə qurulmuş şəxslərdə bir də görürsən, ər arvaddan uzaq qaçır və yaxud arvad ərdən uzaq qaçır.